Bir vaxtlar Ağdamda hər kəsin sevə-sevə üz tutduğu çay evinin bənzəri yaxın zamanlarda Quzanlı qəsəbəsində fəaliyyətə başlayacaq. Burada xidmətin də köhnə işçilər tərəfindən həyata keçirilməsi planlaşdırılıb. Ağdam rayonunun işğal altındakı torpaqlarda yerləşən və ermənilər tərəfindən tamamilə dağılan məşhur çay evinin bənzəri Quzanlı qəsəbəsində inşa olunur. Bu çay evi köhnə binanın memarlıq üslubunda tikilir. Yeganə fərqi ondan ibarətdir ki, ermənilər tərəfindən dağıdılan bina dəmir və ağac materiallarından hazırlanmışdı. Yeni binanın inşasında isə dəmir və beton konstruksiyalardan istifadə edilir. Hazırda burada son tamamlama işləri aparılır. Mən elə hesab edirəm ki, bir ay müddətində tam yekunlaşaraq. Yəni görürsünüz, içərisində də bütün işlərimiz yekunlaşmaq üzrədir. Amma dam örtüyünün əsas hissəsi onun dam örtüyüdür. Yəni orada hər bir dəmir hissə-hissə kəsilərək, forma alınaraq yapışdırılır. Vaxtilə çay evində çalışmış bəzi işçilərin yenisində işlə təmin olunması nəzərdə tutulub. Xatırladaq ki, ermənilər tərəfindən dağıdılan çay evinin memarlıq quruluşu akademik Xudu Məmmədova məxsusdur. Elnar İbrahimova, Daşqın Abdullayev, Ziya İsmailov, Ağdam.